Hamıya salam dostlar. Bugün Minecraft 1.28 survival bölümümüzün 5-ci bölümü deyəsən 5-ci bölümündəyik. 4-cü bölümü ya 4-cü bölümü çəkmişdim deyəsən. Ya bilmirəm neçənci bölümdür. Ya 4-cü ya da 5-cisindən biri olmalıdır. Gördüyünüz kimi full elmas setəm, full əşyalarım, hətta əşyalara baxın burada. Hamısı elmas. Arkadakı 2 dənə mankenimin ikisi də elmas, full elmas. Gördüyünüz kimi. Bunları net elədim. İndi sizə onu deyəcəm. Bugün çox qəribə şeylə qarşılaşdım dostlar. Bölüm arası oynamışam. Düzdür, gördüyünüz kimi portal zad da var burada. Nether portalı da var. Hətta getdim mən şeydə, yəni kale də tapdım dostlar. Yol da düzəltmişəm burada. Bura pis yerdə doğuldu, orası düzdür. Hər tərəfdən gördüyünüz kimi boşluqdur. Heç bir şəkildə aşağıya yol yoxdur. Özüm yol qurmuşam. Hər tərəf boş gördüyünüz kimi. Heç bir şəkildə aşağıya yol yoxdur. Bu mənə vuracaq. Vurmurlar bunlar. Hə, indi özünə gəldi. Vurmurdu, indi gördü məni. Mən niyə vuramıram? Mən internetim gedib nəsə, öz-özünə vururmuş. Öz-özünə işləyirmiş. Mən deyirəm, niyə vurmur? Nəysə. Belə. Buradan yol qurdum aşağıya gördüyünüz kimi. Orada portal var, kale var dostlar. Bu şeyin, bu gördüyünüz bu yolun arxasında, yəni duvarında, yəni onun arxasında bir dənə kale var. Oradan getdim, bilezzat da biraz yığdım. Biraz deyəndə yəni çox yığmadım. Videoda eləyim dedim, yəni çox abartmadım. 2 dənə ya bir dənə ya da desin 2 dənə götürdüm, təzədən qayıtdım. Gedək içəri. Götürdüm desin təzədən qayıtdım. Birini burada istifadə elədim. Birini də bura qoydum. İndi bugün çox qəribə şeylə qarşılaşdım dostlar. Sizə onu göstərəcəm. Durduq yerə çox qəribə şeylə qarşılaşdım. Deməli, bilirsiniz ki, bizim əvvəlki bölümlərdə tikdiyimiz orada dəmir farmı var. Burada da köylülər var. Köylüləri həll elədim. Hər şeyi ora qurdum. Hər şeyi qurdum bura. Oradan köylülər gətirdim. Buraları bir də keçim. Buraları bütün doldurdum gördüyünüz kimi. Buraları da doldurdum. 2 dənə köylü qalıb. Onlar da orada böyüyürlər. Balacılar var. Dolduracağım, iş verəcəm hamısına. Görürsünüz kimi hamısı bir zümrütə satır. Bəli. Hamısı bir zümrütə satır gördüyünüz kimi. Hər şeyi bir zümrütə satır. Bir dənə bu 25'e satır. O da çubuqçuda ona görə. Yəni zombimin dişləsə də sağa suzda yenə də 25'e verəcək. 1'ə vermir. Amma bunlar vermir gördüyünüz kimi. Bunlar baha satır. Ona görə deyirəm ki, çox qəribə şeylə qarşılaşdım. Nə ilə qarşılaşdım? İndi sizə onu danışım. Deməli, mən bölüm arasında oynayıram. Dedim ki, biraz oynayım, sonra videoya başlayaram. Yəni belə bu sıxıcı şeyləri videoda eləməyim, video sıxıcı olar deyə. O şimdi gördüm dəmir farmında az dəmir var. Yəni 1 istezad, 2 istezad var idi. Dedim biraz AFK qoyum. Getdim evin içində gizləndim, özümü bağladım bir dənə kvadrat daşla bir yerə. Orada özümü AFK qoydum. Dedim biraz AFK qalım, dəmir farmına dəmir yığılsın. Bir yarım saat zad bəlkə olar olmaz bir AFK qaldım. Gəldim gördüm bir lazımlı olacaq qədər dəmir var. Sonra gəldim, girdim içəriyə, dedim bir içəri girim, gördüm bunların elə ki bu ikisi yox idi, bu ikisi var idi. Sizə ekranda da şəkil gələr. Gördüyünüz kimi dostlar, bu ikisi yox idi, sadəcə bu 4 dənə var idi. Bu ikisi zombi olmuşdu, zombiləşmiş şey olmuşdu, köylü olmuşdu. Gördüyünüz kimi ekranda olsa gördünüz. Girən kimi içəriyə gördüm bunlar belə olub. Dedim yəqin burada, onda bu qapı da burada yox idi, bunu sonradan qoydum. Boş idi buralar. Dedim yəqin zombi gəlib girib bu ikisini dişləyib. Ondan sonra ağlıma əla bir şey düşdü. O şimdi biraz pis oldum bunlara görə. Çünki bunları nə qədər atlamışdım, nə qədər şeylər satınlamışdım. Sonradan dedim ki, bəlkə itməz. Ona görə dedim, yəni itməz də. Ona görə getdim, gördüyünüz kimi orada şey, köylüdən götürmüşdüm. Onsuz o iksir tezgahıdır nədir onu. Getdim dediyim kimi bir zat yığdım orada, iksir zat düzəltdim, zayıflıq iksiri. Gəldim bir dənə attım. Bunların ikisini də çevirdim altın elma ilə. Altın zat da biraz kastım, altın elma elədim. Çox uzatmaq istəmirəm, qısa danışmaq istəyirəm. Gördüyünüz kimi belə elmasları setləri verdi. Qəşəng oldu əslində, hamısını 1'ə verir. Sonra ağlıma bunlar da düşdü. Bunları getdim saldım bura, zombi getdim bura, çıqqılı otaq elədim ki, bu burslara getməsin. İkisini dişlətdirdim, zombini öldürdüm, bunları da çevirdim şeyə. Nədir o? Sağ atdım. Gördüyünüz kimi bunlar da əşyaları 1'ə verir. Özdə çox qəşəng əşyalar düşdü bəxtimə. Əşyalara baxın. Verimli bir qırılmazlıq verir, verimli 2.
Verimlilik 3, qırılmazlıq 3. Kazma çox qəşəngdir də. Bunu birləşdirdim, çox güclü kazma olur. Verimlilik 2, qırılmazlıq 2. Bu da verimlilik 2, qırılmazlıq 2. Nəsə balta vermədi bu. Bilmirəm niyə nəsə balta vermədi. Mən də belə bütün set elədim, evdəki mankenləri set elədim. Buraların bütün əşyalar oldu. Onun üçün deyirəm, çox qəribə şeylə rastlaşdım. 2 dənə köylü qaldı. 2 dənə köylünü də həll eləsək əla olar. Biri buradadır bala, böyüyəcək. Bunlar da bayaq balaları olurdu. Bilmirəm oldu ya yox. Buraları biraz təmizlədim dostlar. Ağacları zadı biraz yondum. Yolları təmizlədim. Su qoyan kimi bu yarpaqları qırır. Gördüyünüz kimi baxın. Bir dənə qalmışdı burada. Gördüyünüz kimi qırdı. Bu suyu da bağlayacağım buranı. Bağlayacağım buranı tamam ama bir dəqiqə bir şey fikirləşirəm. Bura dənizdir düzdür. Buradan bağlaya bilsəm dənizə əla olar. Üstündən də çıqqılı bir dənə körpü eləyərəm belə bu iza keçməyə. Hə? Buradan belə o iza keçməyə əla olar əslində. Bu bölüm elə onu eləyim. Elə yaxşı o yadıma düşdü o. Deyirdim bu bölüm nə eləyim. Elə onu eləyim o yaxşıdır. Belə qəribə şeylə rastlaşdım. Full elmas seti olduğum belə əşyalarım elmas. Yaxında oyunu da qutararıq. Bəlkə gələn bölüm getdim oyunu qutarmaya dostlar. Onu dəqiq bilmirəm. 56 dənə yığılıb, az yığılıb. Onsuz da götürmüşdüm elə indi açdım videonu. Bir dənə videonu açana qədər 56 dənə yığıldı. Yaxşıdır, çox qəşəng işləyir şey farm. Görürsünüz kimi burada şeylərdən də qalıb da verimli 2, balta da verimli 2. Burada görürsünüz kimi nə qədər daş çapaq zad var. Hələ bura baxın. Buna baxın bir dənə görün nə qədər şey var. Neçə saat dəlləşirəm. Oxşum örsad elədim. Bunlar zadda burada biri qalıb zayıflıq iksiri. Getdim şey zad elədim. Obsidian zad kastım lavla zadla. Getdim nedir azada sizə göstərdim onsuz. Gələn bölüm inşallah gedərik. Həm də o şeyin yanında onu gördüm. Portadan çıxan kimi elə bir şey düz gedirsiniz göstərdim sizə. Belə 700 yana onu pleçin qurmuşam aşağıya sağa tərəf. Sağda kale var, solda da o yaşıl olan yer var. Orada yaşıl olan bir dənə biyom var. Endirmenlərin olduğu biyom. O yaşıl olan endirmenlərin olduğu biyom da oradadır. Sağda kaledə, solda da biyom var. Oradan endirmenlər də rahat qaza bilərik. Amma əvvəla qanimət lazımdır bizə. Yəni qılınc eləməliyik, qanimət lazımdır. Ona görə bu köylülərin yanı doldurandan sonra buna istəyirəm onarım vereyim. Buna setlərimi tamamlamaq üçün koruma zad verəcəm. Qırılmazlıq zad olacaq. Elə bir ki, elə təsəvvür edin. Sərvət, verimlilik, bir dənə də burada şey olacaq. İndi dediyim kimi qanimət olacaq qılıca görə. Belə. Düzdür, bu qədər köylülər bəs eləməz, bizə yenə köylülər lazım olacaq. Amma bundan xoşum gəlmədi evdən. Ya bəlkə bunu uzadaram, ya da bəlkə bunu qıraram bir dəfəlik, başqa cür tikərəm. Başqa daha qəşəng bir şey tikərəm. Bu nəsə çox pis oldu, xoşuma gəlmədi. Amma bunu mütləq qıracam. Bölüm arası eləyərəm onu dostlar, bölümün içində eləmərəm, bölüm arası eləyərəm. Yəni video çəkməyəndə eləyərəm, girib eləyərəm. Onu qıraram mən, çünki heç xoşuma gəlmədi, bu çox pis görsənir. Usta elə maraqla da tikməmişdim, elə belə tikmişdim. Ona görə pis oldu. Yaxşı olmadı. Nəysə, bugünkü işimiz qəşəng bir dənə bəzək verəcək adamdır. Yəni bu yaşadığımız yerə. Əvvəla bizə nə lazımdır? Əvvəla bizə torpaq lazımdır, amma torpağımız yoxdur. Nətər torpağımız yoxdur bax. Nəysə, bir damcı odunlardan götürüm. Zombi var oradasa. Belə bir dənə gözləyin. Belə 2 dənə sandıq elədim. Bu sandıqları elə qoyuram bura. Bunları atacam bunun içinə. Bunları yığdım dostlar. Bunları mən bir-birinə basmalıyam, yəni gücləşdirməliyəm bunları. Əşya eləyəcəm düzdür. Elə ki bunların bir-birinə basanda verimlilik 3, qırılmazlıq 3-də ikisi də basan kimi olur. Verimlilik 4, qırılmazlıq 3. Qırılmazlıq 3-dən yuxarı yoxdur onsuz da. Verimlilik 4 olur. Ona görə basmaq istəyirəm. 11 zümrüddür, ləvəldir deyə. Zümrüd nə idi? 11 ləvəl deyə basamıram. Bunlar da verimlilik 3, qırılmazlıq 3-dür. Bir dəqiqə bunu. Bir dəqiqə. Bunu səhv götürdüm. Burada verimlilik 3, qırılmazlıq 3 olmalıdır.
Yoxdur. Mənim üstündəki nədir? Hə, üstündəki nədir? Qarışdırdım bir dəqiqə. Hə, bunları basmalıyam. Belə verilmiş 3 qırılmazlıq 3. Verilmiş 4 qırılmazlıq 3 olacaq. Kazma kimi. Bu da 12 level istəyir. Çoxdur da yəni. Ona görə deyirəm. İndi gedək yatay. Levelim kasandan sonra, level eləyəndən sonra əsas oyunu qurtarmaydı. Oyunu qurtardıq. Enində qəşəng bir dənə şey farm eləyəcək. Endirmən farmı. O da bir üçün sınırsız XP kimi bir şeydir. Ən qəşəng XP yöntemlərindən biridir. XP kasmaq üçün endirmən farmı. Həm də sınırsız endir gözünüz olur. Burada nə var? Uzaq qapısı. Hə, oranındır. Mən gözləyirəm şey olsun. Köylü böyüsün, köylünü aparım içəri. Bir dəqiqə yol orada, hə. Ölmələ böyüdü. Hə, böyüdü. Bir dənəsi də gəlib hazır. Onu da götürəndən sonra su tamam olur. Bunu aparaq, özü gedəcəyim usta. Biraz sürətləndirim. Get. Hə, bunu salırıq bura. Bunu sökürük belə. İçəriyə bu. Buradan bir dənə köylü qalır. Bir dənə köylü də böyüyəndən sonra, həll eləyəndən sonra əla olacaq. Burada nə qədər şey var? 2 dənə qalıb. Hamısı onsuz da orada köylülərdədir. Nəysə. Mən bu yolu biraz düzəltmək istəyirəm. Həm də torpaq yığım, ora lazım olacaq. Nəysə. Bir dənə 2x gəlsin. Yox, belə olmayacaq, 2x azdır. Nə 5x gəlsin sürətli şəkildə. Hə, dostlar, buranı belə bir damcı qazdım, çox bir şey eləmədim. Özüm 2-də 15 dənə. Çox bir şey eləmədim, bir damcı bellədim. Sonra daha yaxşı şəkildə düzəldərik, buranı qoyaq. Hə, sonra daha yaxşı şəkildə buranı həll eləyək, düzəldərik. Buraları bağlayım, buraları bağlamaq istəyirəm. Onsuz da bu şeyi də yox eləyim buradan. Nədir bunun adı? Bu qumları. Bu qumları da götürün buradan. Oy, nədir bu nədir? Çox sürətli deyə şey. Sürətinə şey eləmək olmur. Ayarlamaq olmur. Oha, çox sürətli qazır. Hə, buranı da düzəltdim. Çox bir şey eləmədim, onsuz buraları da ötə. Ayda, bu farm bir tık yuxarıda olsaydı çox əla olar deyə. Bir tık yuxarıda olsaydı əla olardı. Amma neynəyək? Bir neçə dəqiqə sonra. Oyun biraz çöktü. Bilmirəm niyə, nəsə oldu, oyun çöktü. Gəldim təzədən. Təzədən gəldim. Bilmirəm, ekran görsənir, amma indi görsənər sizdə. Oyun biraz çöktü dostlar. Ona görə, nəysə. Buraları çox açıqdır buraları bağlayayım. Balaca olması yaxşıdır. Buradan belə elə bir çıqqılı bir dənə dərədir, gəlir bura. Buradan buranı qazacam, düzəldəcəm. Yəni ki, buradan gələcək, çıxacaq, buradan. Ya buradan çıxsın, hardan çıxsın? Buradan çıxmasın. Elə mən niyə bura bağladım? Elə vəbşey buranı qazım dostlar. Düz bu xəttdən qazım. Nətər sürətli qazı. Çatdırmıyor olmur, bax. Çox sürətlidir. Hə, elə buradan belə qazım buranı. Elə oradan gətirərəm qaza yolu. Bir neçə dəqiqə sonra. Aha dostlar, qazdım. Tamam, həll oldu belə. İndi buranı belə qaza gətirəcəm, çıxardacam dərəyə. O dənizə çıxardacam yəni ora.
Buranı su ilə dolduracağam. Bura niyə sudur belə? Stofla çıxıl deşik var, içində su var. Qəribə şeylər çıxır oyundan. Və bunu gətirəcəm bura. Buradan suya bağlayacağam belə. Söyləb ki, belə buradan suya bağlanacaq. Aha dostlar. Aha dostlar, gördüyünüz kimi belə həll elədim. Çox videoya istəmədim düşsün, çox videoya qoymadım. Çünki sıxıcı olar. Ona görə sadəcə belə yolunu düzəldim. Bu diblərini belə sulamaya qaldı. Gördüyünüz kimi belə suyun dibini belə sulayay. Bu biraz uzun olacaq dostlar. Mən bura dibinə qədər yan sulaya gedim. Ay ya baxay. Bir neçə dəqiqə sonra. Aha dostlar, son dokunuşları qaldı. Düşlər demişkən. Tamam oldu. Hə, su tamamdır artıq. Qurtardı. Bir dənə buranı istəyirəm, bir dənə belə qazdım. Bura nəsə pis görsəndi gözümə. Hə, su axşam da oldu. Hazırdır. Aha dostlar, biraz şey eləmişdim burada. Odunlar var idi. Bölüm arkasında biraz odun qazmışdım. Bir damcı çox bir şey deyil. İndi bunlarla gedim ora, deyirəm bəlkə bir dənə çıqqılı bir dənə körpü eləyim o tərəfə. Buradan burayı, buradan bura çıqqılı bir dənə elə belə körpü eləmək istəyirəm. Elə belə çox belə dəsəni də eləməyəcəm, elə belə. Bəlkə buradan da bir dənə oldu. Əşyam çoxdan görə deyirəm, bəlkə buradan da bir dənə apardım. Bir dəqiqə buraları da düzəldim. Buralar şeydi. Bir neçə dəqiqə sonra. Bir dəqiqə başqa cür bir şey eləmək istəyirəm. Belə bir şey eləyim. Belə bir şey üçlü şəkildə gələcək usta. Onu qaldıraq qoyaq bura. Bunların olduğu kimi belə bir şey gələcək. Buradan körpüdə elə bir şey gələsiniz, belə çıxasınız, keçəsiniz oyca. Belə burada şeylər də qaldıraq. Hə. Oo, burada da var imiş. Ben bunları kaldırmıştım axı. Bu niye bir tərəfə axırı? Fonla dağıldı, ha? Hə. Ay, sağ ol. Mənə belə lazımdır. Soylu belə yaxşıdır. Çox bir şey eləmək istəmirəm. Dostlar, hazırladım. Bunu bildiğiniz kimi hazırdı. Bu bir damcı kaldı. Biraz bir şey kaldı. Çok bir şey kalmadı. O da böğründeki şeyler satışmadı. Ona göre mən biraz huş lazımdı. Biraz bir 2 dənə, 3 dənə bir ağac belə huş lazımdı. Oraları da bir dənə həll eləyim. 2-3 ağac huş lazımdı. Böğürdəki o tuzaq qapıları qaldı. Böğrünə tuzaq qapılarından qoyurduyaq. Həbsə onlar qaldı. Bir dənə onları bir dənə həll eləyim. Yer dənə sən də ilişməsən olmur. Qəşəng oldu ya. Həqiqətən bu körpüdən əlavə bu nehir çox qəşəng oldu. Bura niyə belədir? Bura niyə belə oldu ki? Hə, so. Tamamladım. Nəsə pis yanmışdı.
Böylədəki bir amca tuzaq qapılar qaldı. Onları da nə qədər bir 8 dənəsini çevirdik. Hazır olar da məncə. Nə qədər olur? 10 dənə. Bəs eləyər, hə, bəs eləyər, hə. Hə, su hazırdır. Bəs elədi. Su, belə qustar qutardı. Orada başqa bir şey olsa da yox idi ki. Su elə belə idi. Bu da belə huş variantı. Deyir ki, onun meşənin huş variantı. Amma məncə meşə qəşəng oldu. Çünki mən çox da huş ağacından xoşum gəlmir. Yəni görmüşü çox da qəşəng deyil. Meşə çox qəşəngdir. Baxın, meşə çox qəşəng oldu. Görürsünüz ki, mən indi fikrinizi yazarsınızlar şəhərlərdə. Buna toxundu deyə bunu biraz yolunu dəyişdirdim. Bu böyüsəydi, həvsə böyüdü bir dənəsi. Su. Redayıcı artıq işimiz qutardı da buradan. Yavaş-yavaş bunları qıra bilərik. Bir köylülərlə işimiz qutardı. Yerdə sən yerivə yeri. Yeri sən yerivə. İçəriyə. Mən burada kəsənin içində şey qoymuşdum. Hə. Bunu ver. Hə, su. Hazırdır. Bunları da qıray. Su qutardı. Orada da qalıb deyəsən. Hə. Hə. Burada da qalıb. Aha, qırdım. Başqa yoxdur. Bunlar da tamam oldu hər şey. Hər şey hazırdır. 43 dənə ray. Məndə çox ray var idi. 49 dənə zad var idi. Necə 43 dənə qaldı? Yəqin burada da yarısı. 1, 2, 3 dənə. Hə, burada da 3 dənə qalıb. Burada da köylülər var. Mənim də bir dənə burada ray qalıb. Belə dostlar, körpülər də belə idi. Hazır oldu. Bir dənə üstümü boşaltmaya qaldı. Bir də buradan bir damcı belə yox. Buradan çox pozmaq istəmirəm. Buradan bir damcı torpaq götür. Lazımdır. Buranı da fırladay bir dənə. Bura pis görsənir. Buranı için qazmışdım buranı. Belə oldu bura. Amma pis görsənir, ona görə çəkirəm bunları içəri. Elə bir damcı buradan torpaq götürək. Elə xətti ilə, elə fırlandığı o xətlə keçirəm ki, pis görsənməsin. Mən həmişə elə eləyirəm. Mən belə. Belə məncə əladır. Belə əladır. Hazırdır belə. Şey belə hazır oldu. Bəlkə bir dənə buradan atardı. Amma onsuz da 2 dənə köpək vardı. Buradan atmayın nə mənası var. Buradan da attım buraya elə bilirsən. Buradan da keçdim buraya elə bilirsən də. Eyni şey. Onsuz da sudan keçən kimdir? Çıxdım evdən. O yanda yolum varsa o körpüdən gedəcəm. Bu yanda yolum varsa bu körpüdən gedəcəm. Eyni şeydir də. Ortada da yolum varsa ya buradan ya oradan. Eyni yola çıxır onsuz da ikisi də. Eyni şeydir. Belə. Burada arı kovanı var. Bu pis qalır. Bunu qıray. Arızat çıxmadı içindən. Orada da var bir dənə, onu da qırıram. Amma bunun içində deyəsən arı var. Əsəbləşdi. Hə. Qıpqırmızı gözünə bax. Qıpqırmızıdır gözü, əsəbləşdi. Bu arını da öldürürəm. Bunlar mazğı eləyirlər mənə. Oha. Mənim mausum niyə belə eləyir? Mənim mausum nəsə zədələnir deyəsən. Nəsə deyəsən bu əzilib. Şunur uzadı əzilib deyəsən. Şunurlandı. Əzilib deyəsən. Ona görə o arada bir atır. Buraya gəl. Onu da öldürək. Bunlara bağlayaq. Arada bir ki belə eləyir. Belə eləyir ekran. Mouse eləyir də atır arada bir. Nəysə. Belə artıq şeyləri bura boşalda bilərik. Torpağı da atar. Bura gedək yatay bölümü də yavaşdan qutaraq. Ya da istəyirsiniz gedib şey eləyə bilər. Amma yeməyim yoxdur mənim. Biraz yemək götürüm. Orada istəyirsiniz sizə öldürməyəcəm dostlar. Öldürmək istəmirəm şeyləri, bilezləri. Amma gedək sizə bilezləri sizi göstərim. Orada bilez var. Yolunu tapmışdım. Gəzirdim bilez üçün, gördüm. Orada bilezlər doludur. Eləmirəm bax. Yarım saat eləyəcək. Mouse'um nəsə yaxşı işləmir ona görə. Üzülürsən.
Buna taxay. Elə gedək. Aa dostlar, buradan aşağıdan sizə yolu görsədim, içəri girim, blazlərin o spavnerini görsədim. Başqa bir şey eləməyəcəm. Yəni öldürməyəcəm istəmirəm blazləri. Çox bir şey eləməyəcəm. Gələn bölüm hər şeyi tamamlayarıq, kasıbzad eləyərik blazlərlə. Blazlər də kasarıq. Hər şeyi gələn bölüm eləyərik. İndi eləməyəcəm. Oyunu da qurtarmaya gedə bilərik gələn bölüm. Yavaş-yavaş gedək. Buradan dostlar, buradan özüm üçün bir xətt də qoymuşum ki, bilim. Buradan yuxarıya çıxsam, bura biraz qarmaşıqdır ona görə. Görürsünüz kimi burada şey var. Burada çıxmışam üstünə də yol var burada. Burada gördüyünüz kimi belə hoppa. Üstündə bir dənə də blok yoxdur bax. Bir dəqiqə belə bir şey eləyəcəm. Belə tullanak. Aa, yolda da blaze doğulublar. Yəni yol tərəfdə də blazlər var. Elə istəyirsiniz elə indi bir amcı blaze kəsək, bir 8-9 dənə. Yolda da blazlər doğulub. Amma blazlərin yeri ha tərəfi idi, bu tərəfi də. Aa, burada da var ki. Ay, o blazlərin yolu bula deyil, amma burada da var. Bu olması qəşəng oldu. Bunun olması həqiqətən qəşəng oldu. Kəsdim, bir dənə düşdü. İkinci də düşdü. Qırıldı hə. O yerə ateş buraxırlar, onlar mən başımı qarışdırır. Çıxıram üstünə bilmədən. Gördüyünüz kimi baxın. Oyun çıxardırlar burada. Yalnız can yığay. Gördüyünüz kimi çox qəşəng güclüyük. Setlərimiz qəşəngdir yəni. Olduğu qədər güclüyük də. Araları söndürək. 5 dənə oldu. Bir dəqiqə canımı yığım. Oo, doğuldular. 5 dənə oldu. Bir 10 dənə yığıb qaydaram. Yavaş-yavaş sizi bunu tezləşdirib görsədim sizə bunları. Çox getmək istəmirəm içəriyə. Çox da güclü deyil də. İstəmirəm şeylər yox olsun. Elə ölüb zad eləyəm. Ölmərik, yəni yenə də mən ehtiyat alıram. Yoxsa çatır patır dalaram da. Sonra bir dənə indi qırdım o nedir şeyindən. Səkizdən oldu. Bir dənə şey zadı yox deyə burada. Vermək istəmirlər. Vermirlər ona, hələ 8 dənə qalıb. Mouse'um da zədələdi, ona görə cummaq istəmirəm çox. Çox yəni. Mouse'um da nəsə xarab olub deyəsən. Elə 10 dənə olduqsa gedək bəsdir bu qədər. 10 dənə bəs edir. Mouse'um nəsə xarab olub, zədələnib. Ona görə arada bir atır, yəni yaxşı işləmir. Ona görə çox da dalmaq istəmirəm. Elə biləm nedir da su işləyir. Dəqiqədən bir istəyirəm yerə düşəndə su əməlcə edeyim. Elə biləm su işləyir. Hara işləyir burada su? Sönür burada su. Nəysə. Gördünüz onsuz da yeri sizə yerə göstərdim. Onu nə qədər əlləşdim də yəni onu tapmaq üçün. Biləm ağzımın içindəymiş. Buradayam. Portal buradadır. Mənim ağzımın içindəymişlər. Buradaymışlar. Mən gedmişdim o tərəfə, bu tərəfə, o tərəfə. Gəlib bir dənə bura baxmamışdım. Hər yeri gəzmişdim, axırda gəlib oranı tapmışdım. Çox qəribə bir şey olmuşdu. Amma qəşəng oldu. 10 dənə blazimiz də var. Burada bu tərəflərdə bu kaleni axtaranda şey də var bu tərəflərdə. Onu gördüm. Dediyim kimi sizə düz bu tərəflərdə o
Endirmənin olduğu mavi ormandır da, ora mavi türklər demişkən mavi orman deyirlər. Yəni göyrəkdə şeydir, meşədir. Biyomdur da ora. Endirmənlərin olduğu biyom. Buradan bir dənə yol eləyərəm aşağı və yaxud da oradan düşüb elə arxadan fırlanarıq, gedərik ora. Oralarda şey var. O biyomdan var. 10 dənə bilet çubuğu ilə oyunu qutara bilərik. Yəni dedim şeydə yığım. İstəsəydim yığardım, amma yığmadım. Dedim videoda yığaram. Dəqiqə bir damcı dondu. Keçiddən keçəndə donur. 11 dənə paşda oldu bilet çubuğumuz. Özüm yığmadım, dedim videoda yığaram. Dediyim kimi. Dostlar, bölümümüz belə idi dostlar. Gördüyünüz kimi qəşəng elmas set zad elədim. Sizə sürpriz oldu bu. Belə bölüm arası elədim. Belə bilet zadı kəsdik. Körpü zad elədik. Bölümümüz belə idi. 1.8-ci versiyanın sürümün 5-ci bölümü qutardı dostlar. 5-ci bölümü idi bu. 6-cı bölümü üçün abunə olub like atmağı yaddan çıxartmayın. Video xoşunuza gəldisə dediyim kimi abunə olub like ata bilərsiniz. Atsız məni sevindirərsiniz çünki mən əziyyət çəkirəm, yəni çox əziyyətlər çəkirəm bu videoları çıxartmaq üçün. Abunə olub like atsız sevinərəm. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Mən qaçıram, sağ olun.